Salam, bugün sizinlə ki sözünün amonimi ilə bağlı müəyyən məsələlərə baxacağıq. Deməli, biz bilirik ki sözü amonim sözdür. Yəni, ki sözü həm ədat mövqeyində işlənir, həm də bağlayıcı mövqeyində işlənir. Bağlayıcı da bağlayıcının hansı növünə aiddir? Aydınlaşdırma bağlayıcısı olur. İndi isə bunların fərqlərinə baxaq. Yəni, əsas fərqlər hansılardır? Onlara baxaq. Biz bilirik ki, ədat mövqeyində işlənərkən, deməli, ki sözü cümlənin təsir gücünü artıracaq. Yəni, ki-ni cümlədən çıxartsaq, ciddi bir dəyişiklik baş verməz. İndi birinci qaydaya nəzər salaq. Deməli, birinci bunları fərqləndirmək üçün deyə bilərik ki, əgər ki sözü cümlənin sonunda gəlirsə, cümlənin sonunda işlənirsə, bu ədat mövqeyində işlənəcək. Deməli, cümlənin sonunda gəlirsə, olacaq ədat. Məsələn, nümunələrlə qeyd eləyək. Deyirəm ki, sən bunu bilmirsən ki, sən bunu bilmirsən ki, baxın, burada ki sözü cümlənin sonunda işlənib. Əgər cümlənin sonunda işlənibsə, deməli, ədat mövqeyində işlənmişdir. Həmçinin ki-ni cümlədən çıxartsaq, cümlənin mənasında heç bir dəyişiklik baş verməyəcək. Deməli, oldu. Birinci, sonda gələrsə ədat oldu. İndi baxaq ikinci qaydamıza. İkinci qaydamıza keçək indi. Deməli, ki cümlənin ortasında işlənərsə, o zaman özündən əvvəl xəbər gələrsə, bu zaman ki bağlayıcı mövqeyində çıxış edir. Deməli, cümlənin ortasında və özündən əvvəl xəbər gələrsə, bu zaman bağlayıcı mövqeyində olur. Bağlayıcı mövqeyində işlənir. Məsələn, nümunə ilə qeyd eləyək bunu da. Çox oxudu ki, uğur qazansın. Baxın, burada oxudu sözü ki-dən əvvəl həm cümlənin ortasında gəlib, həm də özündən əvvəl xəbər gəldiyi üçün burada olacaq bağlayıcı. Yəni, ədat olmur, bağlayıcı olur. Əgər cümlənin ortasında işlənib, özündən əvvəl xəbər gəlmirsə, bu zaman isə ədat olur. Baxın, əgər cümlənin ortasında işlənir və özündən əvvəl xəbər gəlmirsə, üçüncü qaydamız olsun. Ortasında işlənir və özündən əvvəl xəbər gəlmirsə, bu zaman olacaq ədat. Məsələn, nümunə ilə qeyd eləyək. Sən deyirəm ki, yaxşı ki varsan, məsələn. Yaxşı ki varsan. Bu zaman, baxın, ki-dən əvvəl yaxşı sözü gəlib, deməli, feil deyil, xəbər deyil. Bu zaman olacaq burada ki ədat. Ədat olan zamanda özündən sonra vergül işarəsi qoyulmur. Dördüncü qaydamız odur ki, əgər ki-dən sonra, baxın, vergül işarəsi olarsa, ki-dən sonra vergül işarəsi qoyulursa, bu zaman olacaq bağlayıcı. Məsələn, deyirəm ki, çalışdı ki cavab verə bilsin. Baxın, çalışdı ki özündən sonra vergül gəlib və olacaq burada bağlayıcı. Lakin ədat olub özündən sonra vergül qoyulan hallar da var. Bu zaman hansılar olacaq? Əgər ədatdan sonra, yəni ki-dən sonra modal söz gələrsə, bu zaman ədat olma ehtimalı var. Yəni, bu da ədata görə deyil. Yəni, modal sözün vergüldür. Yəni, modal sözün tələbinə uyğun olaraq vergül qoyulur. Sən ki, həqiqətən bunu bilmirsən, məsələn. Bunu bilmirsən.
bilmirsən. Baxın, burada həqiqətən cümlənin ortasında gəldiyi üçün hər iki tərəfindən vergül qoyulur. Amma buradakı ki yenə də ədatdır. Ədat. Buradakı vergül də modal sözün tələbinə uyğun qoyulub, yəni. Sonra əgər cümlədə təkrarlanan ki-dən sonra vergül qoyulsa, demək təkrarlanan ki-dən sonra vergül qoyulsa, bu zaman da olacaq ədat. Məsələn, deyirəm ki, təkrarlanan ki olarsa, ki təkrarlanırsa, bu zaman olacaq ədat. Məsələn, nümunə desək, məsələn, gəlmir ki, gəlmir. Gəlmir ki, gəlmir. Buradakı ki olacaq ədat, yəni bağlayıcı deyil. Bağlayıcı deyil. Belə. Bunlar ki ilə bağlı, yəni ki-nin bağlayıcı yoxsa ədat olması, yəni fərqləndirilməsi necə fərqləndirək, onunla bağlı ümumi qeydlər idi. İndi isə iki nümunə qeyd edeyim. Orada işlənmiş ki, ədatdır, yoxsa bağlayıcıdır, onu siz tapıb rəy bölməsinə yaza bilərsiniz. Birinci cümləmiz olsun ki, baxın, bu cür ki danışırsan, heç kim sənə hörmət etməz. Bu cür ki danışırsan, heç kim sənə hörmət etməz. İkinci cümləmizdə olsun ki, buradakı ki sözü bağlayıcı yoxsa ədatdır. İkinci cümləmizdə olsun ki, demək, qoca bilirdi ki, oğlu gəlməyəcək. Buradakı ki bağlayıcı yoxsa ədatdır. Bunu da rəy bölməsinə yazarsınız.